Aprelin 2-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan-Çin strateji tərəfdaşlığı, qlobal cənubda konsolidasiya və əməkdaşlığın təşviqi mövzusunda konfrans keçirilib. Tədbirdən əvvəl YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın ötən il Çin Xalq Respublikasına səfər təəssüratlarından ibarət rəsm əsərləri nümayiş olunub. Konferansda əvvəlcə xalqımızın ümumilli lideri Heydər Əliyevin Azərbaycan və Çin Xalq Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Konferansın moderatoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanla Çin arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Çin Xalq Respublikasının qlobal güc mərkəzlərindən biri olduğunu deyən Pərvin Kərimzadə Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıb. Çıxış edən YAP sədrinin müavini, mərkəzi aparatının rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edib, dəvəti qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Komünist Partiyasının nümayəndə heyətinə təşəkkürünü bildirib və konferansın işinə uğurlar arzulayıb. Tahir Budaqov qeyd edib ki, bugün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının sədri, Çin Komünist Partiyasının baş katibi Xi Jinping iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. YAP sədrinin müavini vurğulayıb ki, dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. YAP mərkəzi aparatının rəhbəri söyləyib ki, ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalar arası əlaqələrin gücləndirilməsidir. Tahir Budaqovun sözlərinə görə Azərbaycan-Çin strateji tərəfdaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafı və işbirliyinin dərinləşdirilməsi ilə əlamətdar deyil, eyni zamanda qlobal cənubda konsolidasiya və əməkdaşlığın təşviqi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. YAP sədrinin müavini vurğulayıb ki, bu zamana qədər görülən işlər və qazanılan uğurlarla yanaşı qarşımızda önəmli hədəflər durur. Çıxış edən Çin Komünist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Ziyanchao Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O, xalqlarımızın mədəniyyətinin bir-birinə yaxın olduğunu vurğulayaraq bildirib ki, Çin xalqı Azərbaycan xalqının mədəni irsi ilə tanışdır. Liu Ziyanchao vurğulayıb ki, Çin və Azərbaycan strateji tərəfdaşlardır və qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Onun sözlərinə görə Çin və Azərbaycan arasında elm sahəsində əlaqələr inkişaf etməkdədir. Hesab edirəm ki, iki ölkə arasında yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində də əməkdaşlıq daha da genişlənəcək. Liu Ziyanchao qeyd edib ki, nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində də Çin və Azərbaycan fəal əməkdaşlıq edir. Birgə regional və logistik kanallar inkişaf etdirilir. Onun sözlərinə görə Azərbaycan bu sahədə çox aktiv rol oynayır. Liu Ziyanchao 12-ci Qlobal Bakı forumunda müxtəlif ölkələrin nümayəndələrinin qlobal çağırışları müzakirə etdiklərini, o cümlədən qlobal cənubun dünya nizamında rolunu vurğuladıqlarını xatırladıb. O, Azərbaycanın keçən il COP29-a uğurla ev sahibi etdiyini, Çinin Bakının iqlim sahəsində təşəbbüslərini dəstəklədiyini vurğulayıb. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə çıxışı zamanı bildirib ki, Azərbaycan-Çin əməkdaşlığı xalqlarımızın mənafələrinə uyğundur. Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Əbibəyli bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov vurğulayıb ki, Azərbaycan və Çin arasında çox şaxəli əməkdaşlığın daha da genişləndirilməsi olduqca vacibdir. Milli Məclisin deputatı Fariz İsmailzadə çıxışında bildirib ki, Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. O, Çin-Azərbaycan münasibətlərinin siyasi sahədə möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırıb. Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Konferansa yekun vuran YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov bir daha Çin Komünist Partiyası Mərkəzi
Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Ziyançaya ölkəmizə səfərinə görə təşəkkürünü bildirərək bu səfərin istər partiyalarımız istərsə də ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Söylə Ağazadə, Müqabil Bəbirxanov, Səs TV.